Salam dostlar, gördüğünüz kimi belə bir gilas budaqları var əlimdə. Burada olan ləkəliləri mən yığmışam bir qırağa. İlkin baxışdan yəni buna botritoz, alternariya və ya antraknoz kimi diaqnoz qoya bilərlər. Amma biz tapmaca tapmırıq. Bunu qida mühitində yetişdirəcəm bu göbələyi. Sporunu görəndən sonra onun haqqında məlumat verəcəm sizə. Deməli, zədəli hissələrdən nümunələr götürüb bu cür qabda bir dəfə spirtlə 3 dəfə distillə suyu ilə yaxalayacağım ki, digər saprofit göbələklərdən azad olsun. Sonra qida mühitinə əkəcəm. Gördüyünüz kimi iki fərqli qida mühitinə əkmişəm. Bunları indi termostatda 25 dərəcədə 3 gün, 3-14 gün müddətində daimi nəzarətim altında qalacaq ki, göbələklər yetişəndə oradan preparat hazırlayıb sporun görüb və hansı xəstəliyə aid olduğunu, hansı göbələyə aid olduğunu göstərəcəm. Salam dostlar, bugün həmin yarpaqları qida mühitinə əkməyimizdən 3-4 gün keçib, artıq istirahətlənmə var. İndi biz buradan preparat hazırlayaraq gördüyünüz kimi hansı göbələklərdir burada patogen, onun sporunu mikroskop altında tapıb sizə yekun nəticə haqqında məlumat verəcəm. Gördüyünüz kimi dostlar, Fusikladium cerasi göbələyinin sporlarıdır. Bu da öz növbəsində o ceriskap dediyimiz dəmgil xəstəliyidir. Yəni gilasçı qoturluq xəstəliyi, belə deyək. Deməli, həm qida mühitində bu göbələyin zəif inkişaf eləməyi, həm də şəzib doks aqarında sürətli inkişaf eləməyi, ağ misel kütləsi və kənarda olan zeytuni konidiyalar mərkəzdən götürüldü. Görürsünüz ki, paralel qıralarda da fuzarium. Bu da sübut etdi ki, Fusikladium cerasi göbələyidir axtardığımız. İnfeksiya necə yayılır, biraz onun haqqında danışmaq istəyirəm. Qışda yerə tökülmüş xəzəli yarpaqlara və ya ağacın üzərində qalmış zədəli budaqlar yazda havalar isinməsi ilə küllü miqdarda konidiyalar xaric olunur. İnfeksiya iki səbəbdən: yüksək rütubət, bir də yarpaqlarda su sıçraması, yəni yağış və ya unlu şeh səbəbindən 15-25 dərəcə əlverişli temperaturda yayılmaq üçün yarpaq nə qədər çox nəm qalarsa, sporların cücərmə şansı bir o qədər çox artır. Çox sağ olun. Diqqətinizə görə video maraqlı oldusa bəyənin, nə sualınız olsa kommentlərdə bildirin. Sağ olun.